Hardandı insanda bu qəddarlıq, bu kin-küdurət, ya şeyx? Zülmətdəndir Zeyd. Bətnindəki zülmətdəndir hamısı. Bəs nə dağıda bilər o zülməti? Etiqad, idrak və etiqad. Demək, etiqaddadır xilasımız. Demək, ancaq etiqad sayəsində gözəl və uca oluruq. Yox, idrakdan ayırma etiqadı. Dərk olunmayan etiqadın qulluğunda insan yalançı, riyakar və saxtakar olur. Ürək və gözəllik zülmətə düşür, bədən və nəfs qalır, dünya malına həris, yırtıcı nəfs. Çox uzun və işgəncəli kamilləşmə yolu keçməlidir insan ki, zülmət içində ürəyini tapıb özünü dərk eləsin. Xaliqi görmürük biz, görmədiyimizlə işimiz yoxdur. Onun yaratdığını dərk eləməliyik. Gördüyümüz dünyanı, özümüzü dərk eləməliyik. Ömür çatar mı buna şeyx? Vaxt qorxutmasın səni. Amma elə ki özünü dərk elədin, başqalarına da əl uzat, yoxsa heç vaxt rahatlıq tapa bilməzsən. Kamil insan öz mühitində qeyri-kamilliklə toqquşduqca, məhbəsdə məhbusdan da çox əzab çəkir. Kim qulaq asar mənə? Uca və gözəl olan nə varsa, cəmaat əfsanə bilir hamısın, ya şeyx. Məhbus da məhbəsin divarını deşəndə, zərrə-zərrə qoparır daşı. Özün işığa çıxsan, başqasına da ispat eləməlisən ki, idrak işığı sönməzdir. Etiqad ver adamlara ki, bir nəfərin kamilliyi də ədalətə xidmətdir.